UNEK 2025-ci il məzunlarını təntənəli şəkildə yola saldı. 3740-ı bakalavr, 2277-si magistr olmaqla ümumilikdə 6017 tələbə universitetdən məzun oldu. Həmin məzunlardan 8-i təhsilini UNEK-in universitet daxili 2 diplom proqramı ilə başa vurdu. Onlardan 14-ü isə Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirdi. Beləliklə 22 gənc 4 illik təhsilini bir yox, 2 diplomla başa vurdu. Məzun olmaq məncə çox gözəl bir şeydir. Özəlliklə İqtisad Universiteti məzunu olaraq universiteti bitirmək özü ayrı bir öncəlikdir. İqtisad Universiteti həm bizi burada, həm də Fransada, xarici ölkələrdə heç zaman öz dəstəyini bizdən əsirgəmədi və biz bugün çox məmnunuq ki, həm İqtisad Universitetinin məzunuyuq, həm də ki, İqtisad Universitetinin yaratdığı şərait nəticəsində Fransanın Montpellier Universitetinin də diplomunu almışıq. Hər kəsə arzu edirəm ki, bu hissədə yaşasın, çünki çox gözəl hisslərdir. Bu hissədə yaşamaq istəyən hər bir kəs qarşısına məqsəd qoyub, ümid edirəm ki, istədikləri məqsədə çatarlar, bugün bizim olduğumuz kimi. Son gün olduğu üçün artıq kədərliyik, biraz kədər də var, biraz sevinç də var. Valideynlərimizin bizi gördüyü üçün biraz fəxr edirik həm də. Bütün 11-ci siniflər kimi universitetə qəbul olanda hər kəsin ağlında bir imaj yaranır. Yəni arzu-arzumuzdan da yaxşı oldu. Yəni UNEK həqiqətən bütün ixtisaslarda, yəni abituriyentlərin seçə biləcəyi bir universitetdir. Bakı Kristal Zalda keçirilən tədbirin rəsmi hissəsində ilk növbədə ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi və dövlət himni səsləndirildi. Daha sonra universitetin rektoru Professor Ədalət Muradov məzunları, onların valideynlərini və gənclərin üzərində əməyi olan bütün müəllimləri təbrik etdi. Rektor bu məzun gecəsini digərlərindən fərqləndirən 2 xüsusi məqama da toxundu. Bu il universitetimizin 95 yaşı qeyd olunur və bu il zəfərimizin 5 ili tamam olur. Ona görə də bu ilki məzun günü bir yubiley məzun günüdür. 6017 bizim tələbələrimiz universitetimizi bitirir. Biz onların hər birini təbrik etdik, hər birinə uğurlar arz etdik. Bir daha təbrik edirəm, valideynlərinə gözünüz aydın olsun deyirəm. Övladlarınızın yolu açıq olsun, ulu Tanrı üstündə olsun. Bu tədbiri xüsusi edən digər məqamsa UNEK-in fəxri məzunu, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənddə xüsusi nümayəndəsi, 1-ci vitse-prezidentin köməkçisi Emin Hüseynovun da tədbirdə iştirakı idi. Rektor Ədalət Muradov tərəfindən ona universiteti əla qiymətlərlə bitirdiyini təsdiq edən bakalavr diplomunun əlavəsi təqdim edildi. UNEK kimi çox önəmli dövlətimiz üçün vacib təhsil ocağında, ali təhsil ocağında təhsil almış bir keçmiş məzun kimi mənim üçün də böyük bir şərəfdir ki, bugünkü məzunlara öz arzularımı çatdırdım. Yolları açıq olsun, vətənimizə, xalqımıza layiqli, güclü mütəxəssislər kimi yetişsinlər. UNEK-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama 99,2 balla bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Günay Şamilzadə, eyni zamanda universiteti yüksək nəticə və fərqlənmə ilə bitirən digər məzunlar səhnəyə dəvət olundu. Onların diplomları rektor Ədalət Muradov və prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tərəfindən təqdim edildi. Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti 1930-cu ildən etibarən fəaliyyət göstərir. 2015-ci ildən University of Economics sözündən alınaraq UNEK brendini daşıyır. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra məzunlar və eləcə də onları auditoriyadan izləyən ailə üzvləri üçün əyləncə başladı. DJ-lərin və məşhur sənətçilərin ifası ilə məzun gecəsi davam etdi. Zeynəb Rövşən qızı, Ağalar Ağalarov, Real.